Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün bir fərqli video ilə qarşınızdayım. Mən ağ şalvarın üzərində qələm yazısının ləkəsini necə asan üsulla çıxarıramsa, onu sizinlə paylaşıram. Ləkəni paltardan çıxartmaq üçün bizə lazımdır spirt və pambıq. İnanın ki, bu üsulla çox rahatlıqla ləkəni paltardan çıxartmaq mümkündür. Öncə spirtdən biraz ləkənin üzərinə fısqırtıram. Ləkənin rəngi öncə tündləşir, sonra isə biraz pambıqla sürtdükdən sonra çox asanlıqla ləkə çıxır. Gördüyünüz kimi ləkənin rəngi tündləşdi. İndi isə pambıqla sürtürəm. Ehtiyac olarsa yenidən spirt sıxırtmaq olar. Gördüyünüz kimi bir neçə dəfə belə sürtdükdən sonra artıq ləkə çıxır. Siz də əgər paltarlarınızda bu cür ləkələr varsa, bu üsulla sınayın. Əminəm ki, siz də çox rahatlıqla çıxaracaqsınız. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə ayrı-ayrılığında çox təşəkkür edirəm. Gördüyünüz kimi ləkə artıq çıxdı, tərtəmiz oldu. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.